Aziz Qacar cəmaatı, xoş gördük hər birinizi. Çox şükür ki, 32 ildən sonra biz bir arada Qacar kəndindəyik. Təbii ki, biz şəhidlərimizə borçluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, ordumuzu qorusun və Cənab Prezidentimiz İlham Əliyevə də Allah can sağlığı versin ki, onun apardığı siyasət nəticəsində biz bugün artıq bu torpaqlarda gəzirik, suyumuzu içirik. Mən bir daha gələn cəmaata öz təşəkkürümü bildirirəm. Müşfiq, Allah kömək olsun. Müşfiq bugün burada demək olar ki, bu qrupun rəhbəridir. Allah atasına rəhmət eləsin, İbadın elə davamçısıdır. Müşfiqin sayəsində biz demək olar ki, bir araya 30 ildən sonra gələ bilmişik. Sağ olun, minnətdaram hər birinizə. Şahid ailələrinin hər birinin deyəcək sözü varsa buyursun desinlər. Buyur Mahir. Sən de o deyəcəklər. Mən də hamınıza, elimizdə obamıza qayıtmaq münasibəti ilə hamınızı təbrik edirəm. Bura qayıtmağımızın səbəbkarı həm Əfqan qardaşımız qeyd elədiyi kimi hörmətli prezidentimizdir və o cümlədən bir adlarını çəkmirəm, gördüyünüz bu qəhrəmanlıq olanların sayəsində torpaqlarımıza qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Prezidentimizə də can sağlığı versin, səsimizə dəstək olsun. Bizim elimizi, obamızı Allahın köməkliyi ilə belə də olacaq. Sadəcə olaraq mən elə-belə qabaqsağın öz fikrimi deyirəm. Yəni, bu görsənən kimi bu izdiham yəqin ki, bizim hamımızın öz elimizdə, obamıza yerləşməsi üçün tədarüklər, tədbirlər görüləcək. Bir daha hamınızı təbrik edirəm bu gözəl tədbirdə iştirak etdiyiniz üçün. Yəni, əhalimizin hamısı deyil, birinci elə gəlməyənlərin Allah canını sağ eləsin, ondan sonra gələnlərin hamısının canını sağ eləsin. Allah şəhidlərimizə, bütün ölənlərimizə rəhmət eləsin. Yəni, bugün hamımız o köndələnin suyundan mayka ilə süzüb içdiyimiz adamlarıq, kişilərin uşaqları. Burada artıq əksik heç kim yox. Hamımız bərabər səviyyəli insanlarıq, bərabər səviyyəli də bu kişilərin xatirinə gözəl, öz üzümüzü güzgüdə, məclisimizdə göstərəcəyik. Mənə elə gəlir ki, bütün elimiz, obamız, hamısı bizim bu tədbirdən söhbət açıb, xoş xatirələr söyləyəcək. Bir daha hamınıza təşəkkür edirəm gəldiyiniz üçün, təbrik edirəm. O cümlədən də Allah Müşfiq qardaşımıza uzun ömür, can sağlığı versin. Yaşından, başından asılı olmayaraq bu tədbirlərin həmişə başında olur. Fərqi yoxdur, başda kim olur olsun, yəni tanıdığımız Müşfiqdir, yəni hər biriniz ola bilərsiniz, mənim üçün hər biriniz başlasın. Yəni aşağı-yuxarı söhbəti yox. Allah hamının canı sağ eləsin. Müşfiq, Allah sənə də ömür versin, ballarını sağlasın ki, sən kəndimizdə uşaqdın çıxanda heç bu kəndimizin yağlı yerindən heç nə yeməmişdin, yəni geyib o nehrə yağı yeməmişdin, geyib orada tepki yemişdin. Amma yəni onu qiymatlandırıb, gəlib burada bu cür iştirak elədin, səndən də bizim gənclərimiz gələcəkdə tövsiyə götürəcəklər, ibrət götürəcəklər və onlar da çalışacaqlar ki, elə sən dayılarının yolunu davam elətlər. Bir daha hamınızı təbrik edirəm, təşəkkür edirəm gəldiyiniz üçün. Əziyyətinizi hamınızı sərol edirəm. Şəhid ailələri. Buyurun, şəhid ailələri, sözünüzü deyin. Hanımlar, Nargül. Gövhər, siz deyin. Bugün bizə qismət rızaq eləyirlər. Özünü biraz toxtat. Allah köməyi olsun hər kəs. Allah da kömək olsun. Şəhidləri yada salın. Bazı siz buyurun, ne var siz buyurun, değil sözünüzü. Allah rəhmət eləsin. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Bu qanı yerdə qoymadılar. Bugündən örtü əlləşdirək ki, qoy, nənə bacılarımız bu torpaqda yaşasınlar. Onun üzündən özləri güllərin gücünü verdilər. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Yerlərim cənnət. Hamımızın şəhidimiz, hamımızın şəhidimiz. Məkanları cənnət olsun, ruhları şəhid olsun, günü-gündən hamıza diş yesin. Onlar bizim yolumuzda gelir. Nargilə, buyur de sözünü. Allah
Allah şəhidlərimizə Yola hər birinizin ürək sözünüz çox amma bir kəlmə oxuyun. Allah yerdə qalanların canı sağ eləsin. Bugünkü gün gəlib öz yerimizdə, torpağımızda ürəklə gəzirik. Allah rəhmət eləsin hamısına. Allah ömürlərində uzun eləsin belə təşkil eləyənlərin. Biz də gəldik, gördük, ziyarət elədik. Allah çörəklərində dursun. Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə. İzlan qabağa keçən keçsin. Bizi də bu vəzifəsi də təşkil edən hər birinin öz minnətdarlığını bildirirəm. Başda müşkil falan olmaz. Bir daha da qaydışınız mübarək olsun, ay elim, ay oğlan. Həmişə elinizdə, obanızda, evinizdə, toyda, bayramda olasınız. İzlana yol verir. Allah hamısını o dünyasını versin. Allah rəhmət eləsin. Allah valideynlərinə səbr versin. Kendidən uçdu. Amilə. Allah cəmi şəhidlərimizin hamısına rəhmət eləsin. Birinci Qarabağda şəhid olanların ruhları şad olsun ki, ikinci Qarabağda şəhid olanlar onların qisasını aldı, qanunu yerdə qoymadı. Bu günümüzdə çox şükür, hamımız elimizdə olmamızdayıq və təşkilatçılara da çox sağ ol deyirəm ki, belə yürüşləri, belə gəlişlər tez-tez edirlər. 30 il damlaq altında qaldıq, töhmət altında qaldıq, torpağımıza həsrət qaldıq. Çox şükür ki, bu günü təşkil edənlərə, bu gün onların qanına qurban, onların qanı bahasına, canı bahasına biz gəldik, bu yerlərə çatdıq və bu yerləri ziyarət edə bilirik, qəbirlərimizi ziyarət edə bilirik. Ona da çox şükürlər olsun. Allahın bu gününə də şükürlər olsun. Qazilərimizə Allah can sağlığı versin. Şəhidlərimizə də qəni-qəni rəhmət eləsin. Ailələrinə səbir versin. İçi mən qarışıq şəhid balalarının da hamısının ömrü uzun eləsin. Ataları ilə fəxr eləsin. Elmura, teyli sözünüzü deyin. Deyirlər ki, şəhidlər ölmür. Şəhidlərin qanı düşən yerdə gül çiçək bitər həmişə. Anaların, cənnət anaların ayağı altındadır sözü bizim Peyğəmbərimizə aiddir. Bugün mən deyirəm ki, şəhid anaları, cənnət nədir? Dünyanın bütün sərvəti sizə qurban olsun, sizin ayağınızın altında qalsın. Və şəhid bacıları, şəhid anaları, şəhid evlatları heç nədən çəkinmədən qürurlu gəzin, həmişə də başınızı dik tutun. Allah onlara qəni-qəni rəhmət eləsin ki, bugün biz bu torpağa ayaq basa bilirik. Qoy belə oğullarımızın evlatları belə var olsun, nəslimiz heç vaxt tükənməsin, həmişə var olsun. Və biz belə oğullarla fəxr eləməyə bacaraq. Var olun, sağ olun, ay Qəzər cəmaatı, çox sağ olun hamınız. Elə Qəzər cəmaatı bir ağa da bizim bir kəndimizin Sovet sədri, icra olması bir kəlmə də o sözünü desin, rəhbərimizdir kəndin. Ay Elim Obam, sizin hamınızı hoş gördük kəndinizdə. Biz bugünkü burada durmağımızın əsas səbəbkarları bax bunlardır. Allah bunların hamısına qəni-qəni rəhmət eləsin. Qəbirlərin nurla dolsun. Onların qarşısında baş əyirik. Anaların, bacılarının, ataların qarşısında baş əyirik. Ki, belə evlatlar böyüdüb, döyüşə yola saldılar. Bizim bugünkü günü bizə bəxş elədi. Bir daha sizə təbrik edirəm ki, sizin hamınızı bu kəndimizə, el obamıza yığışmışıq 33 ildən sonra. Mənim bir dənə bu məsələdən biraz qıraqda olsa, bir məsələ qalxızmaq istəyirəm. Divanalıdan burada var, bir neçə nəfər var. Mən xahiş edirəm o divanalı cəmaatını, mən demişəm Calala da, o şəhidlərin plakatlarını oradan çıxarsınlar bir yerdə. Mən heç vaxtı siyahı verəndə divanalı Qəzər siyasi verməmişim. Düz eləmişsən. Mən bir dənə icra nümayəndəsi kimi, Qəzər nümayəndəliyi, divanalı kənd icra nümayəndəliyi kimi bir yerdə vermişəm siyahını. Məsələn, ziyarət eləyəndə də, gələndə də, gedəndə də hamımız bir yerdə onları ziyarət edir. Sizdən çox artıq axış edim, divanalı. Bir yerdə elimiz olmamız, xeyrimiz, şərimiz həmişə bir olur. Bəli, düz deyirsən. Qaynayıb qarışmışıq. Bir daha hamınıza təşəkkür eləyirəm ki, gəlmişsiniz, əziyyət çəkmişsiniz bugünkü gündə. Allah bir daha bu şəhidlərimizə rəhmət eləsin, qəbirlər nurla dolsun. Qarşılarında baş əyir. Aliyə xanım, siz sözünüzü buyurun. Soy bircə dəqiqə. Bir də bizim o şehir deyirdin, o kəndə ait kimidir, kimin uşağı? Allah rəhmət eləsin. Gülüşün də bir sözü var. Əziz xalqım, əziz elim, əziz olan, əziz Qəzər cəmaatı, əziz qəhrəmanlarım, hər biriniz var olun. Şəhidlərlə bərabər qan töhməmsiniz, can qoymuşsunuz.
Əgər Gəncənin 20-30 şəhidi varsa, 200-500 can qoyan oğullar var. Mən də sizə təşəkkür edirəm. Mən də sizə minnətdaram. Şəhidləri uzaq tutursunuz. Allah sizi uca eləsin. Bəlkə də məni çoxu tanımır. Mənim yoldaşım Muradov Əbülfət İsmailoğlu neftçi olub, bromu olub. Onu döyüşə getməyə çıxdiyar olmayıb. Amma özü könüllü gəlib elinə obasına. Şəhid olub, şəhidlər xiyabanında uyuyur, neftçi olaraq. Ancaq bugün onu da məni burada sahib çağıran Müşfiq, sağ ol oğlum, əziz olasan. Haqqın ödənməz, şəhidlərin haqqı ödənməz, sənin də haqqın ödənməz. Ağır bir yükün altına girmişsən. Sağ olun, var olun. Hər birinizə minnətdaram. Elimizdə, obamızda xoş gördük. Toy bayramlarımız davam eləsin. İgidlərimiz hər zaman ucalarda olsunlar. Çox minnətdaram. Hər biriniz bu günəşdə haqqınızı halal eləyin. Şəhidlərimizin məkanı cənnətdir. İndən belə bizim də igidlərin yolu hər zaman cənnətə uğur olsun. Var olun, minnətdaram hər kəsə. Allah şəhidlərimizə rəhmət eləsin. Gəl bura. Üzümüz ağ olsun. Gəl bacı ol. Qəlbimiz həmişə günəşlə dolsun. Xoş gəlmişsiniz bugün bu torpağa. Biz də sizin sahəniz, balalarımızın sahəsində. Bu da məndən bir balaca bir şəhidlərim. Üzümüz ağ olsun. Can pəri. Allah can şəhidlərimizə rəhmət eləsin. Yaxşı. Füzuli vətəni, doğma torpağısan sən. Tarixin yaddaşında qalarsan daima. Çiçəkli düzlərin, qayalı dağların, əbədi azadsan ey doğma yurdum. Fəxr ilə yazılıb bu xalqın dastanı, zəfər yoldur Qarabağ ünvanı. Əskər ayağı ilə döndü hər dağ, şəhidlər qoymadı düşmənə bayraq. Ulu öndər bizə bu yolu saldı, azadlıq üçün can yandırdı. Siyasi iradə, qüdrətli əllər, qalxdı ayağa yeridən igidlər. Onun davamçısı cəsarətlidir, İlham Əliyevdir, bizə bəxş etdi ədalət. Sizin adınızda doldu ürəklər, düşmənə diz çökdürdü igid əsgərlər. Bərpa olunur hər kəndin daşı, qayıdır yurda doğma qardaşın. Füzulidir sən həyat verən, millətin səsi, dövlətin nəfəsisən. Gələcəyin əskəri, gələcəyin sağlığı. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Bu dağlarda qoyduq ayaq, gözün aydın olsun Qarabağ. Alnın açıqdır üzünə, gözün aydın olsun Qarabağ. Qana batmış hər cığırın doğma, bizi illərlə çağıran doyuğma sənə qurban. Zəfər tək hədəfin haqqındır sənin, yalnız qələbə. Halal olsun sənə Azərbaycan əskəri, vətən
Fəxrələ zəfər salan igidlərim vardı sənin. Tarixdə yadda qalan igidlərim vardı sənin. Düşmənin canını alan igidlərim vardı sənin. Hər yana lərzə salan igidlərim vardı sənin. Torpağına qurban olum mən can Azərbaycan, bayrağına qurban olum mən can Azərbaycan. Zəfərindir can Azərbaycan, Azərbaycan. Sənə can qurban Azərbaycan, Azərbaycan. Torpağına qurban olum mən can Azərbaycan, bayrağına qurban olum mən can Azərbaycan. Zəfərindir can Azərbaycan, Azərbaycan. Sənə can qurban Azərbaycan, Azərbaycan. Atılan mərmilər hər bir tərəfi parçaladı. Düşmənin yadında qaldı, daha bayraq daradı. Bayrağın sanslı igidlər həmi tonqal qaladı. Hamı bilsin ki bunu yol hara, sərhəd haradır. Torpağına qurban olum mən can Azərbaycan, bayrağına qurban olum mən can Azərbaycan. Zəfərindir can Azərbaycan, Azərbaycan. Sənə can qurban Azərbaycan, Azərbaycan. Torpağına qurban olum mən can Azərbaycan, bayrağına qurban olum mən can Azərbaycan. Zəfərindir can Azərbaycan, Azərbaycan. Sənə can qurban Azərbaycan, Azərbaycan. O zaman həmrəy oldu xalqımın hər bir nəfəri. Hər kəsin öz payı var, birgə çalmışıq zəfəri. Ali baş komandanın dəmir yumruğun hünəri. Mavi ekranda şad olduq eşidərkən xəbəri. Torpağına qurban olum mən can Azərbaycan, bayrağına qurban olum mən can Azərbaycan. Zəfərindir can Azərbaycan, Azərbaycan. Sənə can qurban Azərbaycan, Azərbaycan. Torpağına qurban olum mən can Azərbaycan, bayrağına qurban olum mən can Azərbaycan. Zəfərindir can Azərbaycan, Azərbaycan. Sənə can qurban Azərbaycan, Azərbaycan. Qarabağ gül çiçək astı, nə gözəl gəldi canım. Muğamın inciləri yenə qovuşdu Tərkəmana. Zəngəzurdan açılır yollarımız Naxçıvana. Daha rahat gedib gələrik bu yandan o yana. Torpağına qurban olum mən can Azərbaycan, bayrağına qurban olum mən can Azərbaycan. Zəfərindir can Azərbaycan, Azərbaycan. Sənə can qurban Azərbaycan, Azərbaycan. Torpağına qurban olum mən can Azərbaycan, bayrağına qurban olum mən can Azərbaycan. Zəfərindir can Azərbaycan, Azərbaycan. Sənə can qurban Azərbaycan, Azərbaycan. Tədbir təşkilatçısı kimi sizə xoş gəldin deyərdim. Xoş gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Şükür bugünkü günə. Şükür ki 30 ildən sonra bu mənzərə, bu sevinç bizə qismət oldu. Bu sevinci bizə yaşadan Azərbaycan olsun. Allah var eləsin. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə, hərbiçilərimizə sağlam ömür arzu edirik. Allah prezidentimizi də var eləsin. O ki, yumruğun cəmləşdirdi,
biz də o yumruğun ətrafına yığışdıq, torpaqlarımızı azad elədik. Bu torpaqların azad olunmasında tək hərbiçilər yox, həm də arxa cəhbədəki mülki şəxslərin də böyük əziyyəti oldu. Çünki arxa cəhbədən ön cəhbəyə dev olmasaydı, çətin idi bizim üçün. Şükürlər olsun. Hər birinizdən Allah razı olsun ki, səsimizə səs verdiniz. Bugünkü tədbiri həyata keçirilməyəndə bizə dəstək oldunuz. Çox xoş gəlmişsiniz. Gələn ayaqlarınız bir daha var olsun. Bu torpaqların uğrunda əziyyəti olan oğlanlarımız çox olubdur. Şəhidlərimiz də olub, qazilərimiz də olub, hərbiçilərimiz də olubdur. Amma mən 2 nəfərin adını burada vurğulamaq istəyirəm. Onun ikisi də şəhid olmasa da, amma onların adı elə şəhid adına bərabər şəxslər olubdur. Bu kəndin ağsaqqalı olub, övladı olubdur ikisi də. Biri daim Əliyev Bəhriz olubdur. Bu kənd 90-cı illərdə baltanın, yabanın, o quş tüfənginin umuduna qalanda bu kəndi silahlandırıbdır. Onun da böyük əziyyəti olubdur. Onunla bərabər atası Topçu Novruzun da bu kənddə çox böyük əziyyəti olubdur. Allah hər birinə, hər ikisinə də qəni-qəni rəhmət eləsin. Yəni burada çox adlar çəkərdim. Amma onlar hər ikisi, düzdür, dünyadan köçənlərin hər biri bu torpağı deyə-deyə getdi. Amma onların ikisinin çox əziyyəti olduğuna görə, yəqin ki, məni düzgün başa düşərsiniz. Yəni, deyərsiniz, dayısıdır, babasıdır, adını çəkir. Yox, atamın adını çəksəm, onda məni günahlandırardınız. Amma gəlin, haqqına danışanı. Allah onlara da rəhmət eləsin, bütün dünyadan köçənlərimizə də rəhmət eləsin, şəhidlərimizə də rəhmət eləsin. Şəhid valideynlərini də əllərindən öpürük. Sağ olsunlar ki, onlar o cürə qəhrəman övladlar yetişdirdi. Çox sağ olun, nuş olsun, Allah sizləri var eləsin. Məclis aparmaq üçün şəhid qardaşı Talıbov Tahirə söz verilir. Üzr istəyirəm Mahirə. Buyur qardaş, məclisi siz aparacaqsınız. Sağ olun. Çox sağ ol, biraz tərkişmə həyəcanlısan. Bir daha obamıza, Qacar Divanarları cəmaatına, hamınıza bu vətənimizdə, öz torpağımızda yığışmağımıza görə, gəldiyinizə görə hamınıza xoş gəldin deyirəm, öz adımla. Biz həmişə bu aşağı kətlərə gələrdik, hündür yerlərdən baxardıq, birimiz quş olub gəlib bu kəndi görmək istəyərdik. Hətta elə anlar olubdu ki, adam olub ki, fikirləşibdi ki, kaş mən elə plen düşərdim, məni qolu bağlı o kətdən aparardılar, mən o kəndi görərdim. Bu günlərim artıq o arzuların hamısı demək olar ki, həyata keçib, hamımız bir yerə cəmləşmişik. Yəni biz bilet alıb gəlib kətdə düşməmişik. Bura gəlib çatmağımız üçün kimlərinsə böyük əziyyəti olub. Yəni biz nə qədər qəhrəmanlıq göstərsə də, dövlətimizin özünün şücaəti, özünün qüvvəti olmasa əgər, yəni biz də nə şəhid ola bilmərik, nə qazi ola bilmərik, nə veteran ola bilmərik, nə də torpaqlarımızı qaytara bilmərik. Ona görə ilk növbədə biz minnətdarıq hörmətli prezidentimiz İlham Əliyevə və o cümlədən vətənimizin hər bir bölgəsində içi Qacar şəhidləri qarışıq olmaq şərti ilə bütün Qacar şəhidlərinə, Divanarlar şəhidlərinə, bütün Qarabağımızın şəhidlərinə Allahdan rəhmət edirəm və mən hamılıqla xahiş edirəm bütün şəhidlərimizin xatirəsini yad eləmək üçün bir dəqiqəlik sükutla ayağa duraq və Azərbaycanımızın gözəl himni səslənsin.
Seyran müəllim iştirak edir və o cümlədən də Seyran müəllimdən sonra bizim dəvət elədiyimiz fəxri qonağımız var. Talibov İlqar müəllim. Yəni yəqin ki cəmaatımızın yarısından çoxu onu da tanıyır. Onu da bir fəxri qonaq kimi dəvət eləmişik. Allah Taala heç bir eli ziyalısız, böyüksüz eləməsin. Yəni biz çalışdıq ki, o böyük əziyyəti Seyran müəllimə verməyək. Yəni Seyran müəllim gəlsin vaxtında öz elimiz, obamız haqqında öz ürək sözlərini desin. Gözəl ağsaqqalımız, gözəl ziyalımız burada yanına para nətə lazım. Seyran müəllim səyahətinin əlaqədar olaraq biraz aralıdadır, uzaqdadır. İlqar müəllim, sən bizim həmi kəndimizdənsən, ancaq yəni bu kənd cəmaatımız sizi yaxşı tanımır. Ona görə də mən təqdim edeyim, İlqar müəllim də Talibovdur. Həm Talibovlar adından, həm Qacar cəmaatı adından bizim fəxri qonağımızdır. Mən xahiş edərdim, İlqar müəllim bir ziyalı sözüyle məclisimizə açılış versin, ondan sonra məclisimizi davam etdirəcək. Buyurun, xoş gəlmişsiniz. Teşekkür ederim. Her birinizi hoş gördük. Değerli insanlar, elimiz, obamız. Bugün doğrudan da Qacar cəmaatı üçün çox əlamətdar bir tarixdir. Və bu tarixə şahidlik edən hər kəs yəqin ki, mənim qədər xoşbəxtdir və məmnundur. Bugün sözsüz ki, burada olmamıza göre minnettar olmalı olduğumuz, borçlu olduğumuz ilk növbədə şəhidlərimizdir ki, Allah onların ruhunu şad eləsin. Qazilərimizə can sağlığı versin ki, bu gözəl, möhtəşəm günü yaşamağa bizi imkan verdiler, imkan yarattılar. Bugün mən bu torpaqdan, bu havadan, bu sudan kökü bağlı olan bir Talıbxanlı nəslinin nümayəndəsi olaraq burada iştirak edirəm. Və bugün hesab edirəm ki, mənim də haqqım var ki, bugün Qacar cəmaatının bu yurda qayıdış gününü gəlim, görüm, qeyd eləyim və onların sevincinə şərik olum. Yurda qayıdış mübarək olsun əziz cəmaatımız, əziz insanlar, dəyərli ziyalılarımız, xanımlarımız, analarımız. Allah bir də bizə gördüyümüz o ağır günləri yaşatmasın. İnşallah ki, bundan sonra dünyamız sülh, əmin-amanlıqla bərqərar olar. Hər birinizə, ailələrinizə xoşbəxtlik, səadət, firavanlıq arzulayıram. Var olun, məni də dəvət elədiyiniz üçün hər birinizə, təşkilatçılara xüsusən təşəkkürümü bildirirəm ki, bugünkü bu xoşbəxtliyi mənə yaşamağı nəsib etdilər. Yurda qayışınız mübarək olsun. Sağ olun. Çox sağ olun, mənim əziz qardaşım. Seyran müəllim gəldi. Buyurun Seyran müəllim. Sağ olun, teşekkür edirəm. Deməli, əvvəla Müşfiqə bu ağsaqqallığı mübarək olsun. Bu belə yükü sən çiynində daşıyırsan, mənim balam. Allahdan arzulayıram, Allah bunun əvəzini versin. İkinci, amma bir dənə təşkilatçılıq işində bir nöqsan oldu ki, gərək burada qabaqcadan o şəhidlərimizin xatirəsini anıb qalxaydı qayağa, onu qeyd eləyəndən sonra
biz yeməyə də başlayardıq, ondan sonra hər şeyi eləyərdik. Amma indi yenə gec deyil, mən sizin hamınızdan xahiş edirəm. Bizi bu torpağa gətirib çıxaran, bu torpağa qanları qarışan insanların əziz xatirəsi var bizim üstümüzdə, hər kəsin üstündə. Gəlin ayağa qalxaq, onların xatirəsini bir dəqiqə yad eləyək. Mən hamıya təşəkkür edirəm, bağışlayın, əziyyət verdim sizlərə. Deməli, bizi bura çəkib gətirən bu torpaqdır. Torpaq nədir, nə qədər müqəddəsdir ki, onun uğrunda ölmək də olurmuş. Deyir, fərq etməz, canlıyıq ya cansız yarpaq. Sonumuz torpaqdır. Bu bizim qədər. Torpaq, qara torpaq. Nədir bu torpaq? Nədən biz bağlıyıq ona bu qədər? Torpaq bir millətin könül bağıdır. Torpaq kimliyimiz, ünvanımızdır. Torpaq əldən geçsə bu göz dağıdır. Torpaq ant yerimiz, imanımızdır. Dünyaya gələndə ev eşiyimiz, qurd kimi torpağa darışırıq biz. Dünyadan gedəndə gör beşiyimiz, torpaqda torpağa qarışırıq biz. Şəhid qanı ilə daimi yoğrulur. Torpaq şəhidlərin divanəsidir. Şəhidlər torpaqda yanır, qovrulur. Onlar da torpağın pərvanəsidir. Həvəslə torpağa verir canını. Tanrı Peyğəmbərə göndərir yoldaş. İçdikcə içərək şəhid qanını, torpaq vətən olur, şəhid vətəndaş. Torpaq cənnət məkan, şəhidlər mələk. Onların məzarı pirdir, ocaqdır. Şəhidlər torpağı qoruduğu tək, torpaq şəhidlərin qoruyacaqdır. Ey şəhid övladı, şəhid qardaşı, həsrətlə gözləyir vətənsizləri. Olun pənahların mərd silahdaşı, qoyarsın, çoxarsın mübarizləri. Vətən şəhid versə, vətəndaş mərddir. Şəhid şəhid üstə doğulacaqdır. Vətən şəhid olsa, bu fəlakətdir. Vətəndaş vətəndə boğulacaqdır. Bu günləri o şəhidlərin bir daha ruhu qarşısında baş əyib və deyirik, ruhunuz şad olsun. Sizi doğan anaların ləyaqəti, əzmikarlığı, dözümlülüyü qarşısında baş əyir, əllərinizi öpürük. Allahdan arzulayıram, bayaqları o qardaşımız dediyi kimi bir də bu müsibəti bizə göstərməsin və bu günləri bura hər kəs gəlibsə, onların da əziyyətin halal eləsin. Hamınıza minnətdaram. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun Seyran müəllim. Allah Teala böyüklərimizi, ziyalılarımızı heç vaxt elimizdən, obamızdan əskiy eləməsin. Bu günlərim həm də məclisimizdə biz gözəl musiqiçilərimiz, yəni dərlət eləmişik desək pis çıxar, yəni onlar özləri, öz könülləri ilə bu günlərim məclisimizdə iştirak edirlər. Qazaxıstandan gələn elimizin, obamızın gözəl oğlanları, gözəl musiqiçiləri və o cümlədən Füzulimizdə, Qacarımızda yaşayan musiqiçilərimiz dəvət etmişik. Yəni tək ağlamaqla, sızlamaqla ömrü başa vurmaq olmaz. Biz dedik, şəhidlərimizə anaq, qazilərimizə, veteranlarımıza can sağlığı arzu eləyək. Ondan sonra məclisimiz musiqi ahəngi ilə davam etsin və bu gözəl musiqiçilərimiz, gözəl sənətkarlarımız bir-birindən gözəl, sizləri gözəl musiqilərlə feyziyab edəcək və istəyən qonaqlarımızın da hamısı istədiyi yerdən gəlib rəqs edə bilərlər. Buyurun bizim musiqici qardaşlarımız bir pozitiv emosiya yaradın insanlarımızda, bir kəndimiz mahnısı ilə daha doğrusu. Buyur, gözəl sənətkarımız ilə kəndimiz mahnısı ilə. Bir dəqiqə xahiş edirəm. Hər vaxtınız xeyir olsun, əziz Qacar cəmaatı, əziz Füzulilər, əziz qonaqlar, mən də sizləri salamlayıram. Rafiq mənə zəng elədi, dedi ki, əmi, belə bir tədbir var, dedim, çox böyük məmnuniyyətlə gələrəm. Ona görə ki, burada əyləşənlərin bəlkə 99% bilir ki, Nizami Abdullayev, Ağabaloğlu vətənini sevən, xalqını sevən,
elini, obasını sevən bir sənətkardır. Təsdiq edir və böyük məmnuniyyətlə gəldim bu torpağa, bu kəndə və bir də burada mən dədəmin sənətkar yoldaşları və tələbələri olub. Allah Əhməd əmiyə rəhmət eləsin, Rızaqulu əmiyə rəhmət eləsin. O biri cavanlar da hamısının adını yəni çəkə də bilərəm. O biriləri hamısı mənim dədəmin tələbələri olub. Fərzalıdır, ondan sonra Əbdürrəhəmdir, bax bizim qağamız da burada əyləşir. Və kimin adı yadımdan çıxırsa üzürü saysın. Ona görə də bir daha gözümüz aydın olsun. Gözümüz aydın olsun. İndi isə sizlər üçün açılışa bir dənə bura vətəndir. 2 kuplet oxuyacağım, dalınca gözəl mahnılar hamı buyursun. Hamı buyursun, oynasın. Oxay, oxay! Sağ ol, hayrası. Oxay, oxay, oxay! Uzadır yarım uzadır, yolu halçadır halça yarım halçadır, gülü gönçədir yarım gönçədir, giden güzelin yarım güzel, eli gəncədir güzel gəncədir, bura vətəndir gülü bitəndir, əlim çatal bu el vətəndir. Hey! Oxay, oxay, oxay! Bu el Şuşadır, Şuşadır, gözəl Şuşadır, gözəl Şuşadır, Şuşadır, yarım Şuşadır. Üzme gülümü gülümü yarım gülümü, gülü koşadı güzel Şuşadır. Bura vətəndir, gülü bitəndir, əlim çatan. Bura vətəndir, bura vətən, Qacar vətəndir. Hay hay! Vətənimin seyrinə çağırıram elləri, qeyrət görmək istəyən Azərbaycana gəlsin. Bəzədib başdan başa vətənləri, sənləri, hörmət görmək istəyən Azərbaycana gəlsin, Füzulimə gəlsin, Qacarıma gəlsin, balayı. Sağ ol, hayrası. Hər bir yan gül çiçəyə bələnmiş, toy gün ağır elim var mənim balayı. Sağı dövlətkarlı solub Füzuli, köldələndə billur gölüm var mənim, elim var mənim, obam var mənim.
Her güneşe söykənibdi vətənim, her güneşe söykənibdi vətənim balayım. Mən gələn atadı imanım dinim, Kərxana qarada uyaman aman ay aman, aman ay aman aman. Kərxana qarada yelli gədim, kimsəsiz çağlayan selim var mənim, ay aman ay aman. Ağam ben, ağam ben, şöhretin düşüptü dile, çərəkən qurusay düşüp meyline bala. Azlıq bir örnəkdir dünya yüzüne, Füzuli yadımdan, obam var benim, elim var benim balayım. Senden başka kimim kalıp dünyada, sen ki yoksan demek yoktu dünyada. Bir müqəddəs sevgi kalıp dünyada, eğil bu torpağın sinesinden öp bala. Pısıldayan nefesidir her yaprak, babaların türbesidir kayada. Füzulidir, Nesimidir bu torpaq, eğil bu torpağın sinesinden. Sen ne verdin bir gün ondan alası, ne yarattın vurdun ona qalası. Sev torpağı, sen ey torpaq balası, eğil bu torpağın sinesinden. Ay aman ey, ay aman, kendimi getir uzaktan yanın hissine, bahar günlerinden taze kendimi, var bahçelerin heyvaların. Ne güzeldi ne geçerdi kendimi, ne güzeldi ne geçerdi kendimi, ne güzeldi ne geçerdi kendimi. Musiqi alemin muğam mekanı, Arqaba meydanı Qarabağdadır. Vanifin ustadı gözəl diyəni, Füzuli mekanı Qarabağdadır. Füzuli mekanı Qarabağdadır. Füzuli mekanı Qarabağdadır. Cabbar Seyidi o zaman hanı, Məclislər bəzəyi seygah İslamı, Gəmza buluşunu arabalanı. Hey 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 hey, sorsanız imanı Qarabağdan, sorsanız imanı Qarabağdan, sorsanız imanı Qarabağdan. Demişəm her yanda deyirəm yenə, canımdan əzizdir o torpaq mənə. Qorxum yox düşsəm də hər ağlar günə,
Qarabağdadır. Onun da dərmanı Qarabağdadır. Onun da dərmanı Qarabağdadır. Ne güzel eller var, vətənim Füzuli. Məhsuldar sözlərim var, ürəyim Füzuli. Ne güzel ellerim var, vətənim Füzuli. Məhsuldar sözlərim var, ürəyim Füzuli. Ay qızıldı sandığın, bəhrəlidir torpağın. Gül çiçəkdir hər yanın, vətənim Füzuli. Ürəyim Füzuli, ay vətənim Füzuli. Ürəyim Füzuli, vətənim Füzuli. Ürəyim Füzuli, ay vətənim Füzuli. Ürəyim Füzuli. Sağ olun, var olun. İndi biz çalışacağıq, yəni Müşfiq qardaşımızı biz qeyd elədik. Allah Teala Müşfiqin o qoşulduğu qrupda nə qədərinə kəndimizdən cəmaatı, nə qədərinə dəstək olursa Allah Teala dəstək olanların da canı sağ eləsin, olmayanların da canı sağ eləsin. Sağlam canla Allah Teala o gözəl sağlam canı sizdən almasın. Kimlər ki sağlam canla gəlir burada təşkilatçılıq eləyir, işləyir. Yəni sonda hamımızın getdiyimiz yer olan qəbirstanlığı o cür gözəl, belə ürək açan, təmizləyib, o boyda səliqə yaradıblar. Yəni mənə elə gəlir ki, həmən zəhmətkeşlərimizin də bu gözəl məclisdə adını çəksək, yəni pis olmaz. O Alqayıt müəllif yazırdı ki, zəhmətin ətri gözəl, açıbdır çətiri gözəl. Zəhmətkeşin hər yerdə hörməti, xətri gözəl. Yəni zəhmətkeşlərin həmişə qəlbimizdə xətri, hörməti gözəldir bizim qəlbimizdə. Yəni mən bir qeyd elədim, mikrofonsuz, indi mikrofonla deyirəm ki, yəni bizim elimizin, obamızın gözəlliyi ondadır ki, heç kim bir-birindən artıq deyil, nə də özün artıq hiss eləmir. Yəni ola bilər kimlərin adı çəkilməsi mənə elə gəlir ki, heç kimdə, yəni bugünkü yığışdığımız səbəbə görə heç kimin də ürəyində birinciliyi olmaz. Bugün buradan biz necə sevinclə başlamışıqsa, o cür sevinclə də mənə elə gəlir ayrılıb gedəcəyik buradan. Ona görə də mən mikrofonumuza dəvət edirəm Əfqan qardaşımızı, Əsəd qardaşımızı, Gəray qardaşımızı, Faiz qardaşımızı. Gənclərimiz onlara baxır, yəni həvəslənir. Heç burada anadan olmayan uşaqlar belə, kəndimizin evlatları belə onlara baxır, o ürəklə, onların ürəyinə qüvvət olaraq gəlir burada kəndimizdə iştirak edir bu görülən işlərdə. Mən sizə təşəkkür edirəm, öz minnətdarlığımı bildirirəm. Gözəl qardaşlar, Allah Teala canınızı sağ eləsin. Yəni bu işləri də görəndə heç vaxt fikirləşməyin ki, Bakıdan Mahir gəldi, ya Əhməd gəldi, ya Vəli gəldi. Onun heç bir fərqi yoxdur. Elə siz sağlam olun, həmişə siz gəlin. Siz gəlin, eləyin, yəni ondan gözəl də həyatda heç nə yoxdur. Allah Teala bu gözəlliyi sizdən əskiy eləməsin. Buyurun, mənim əziz qardaşım, siz də öz ürək sözlərinizi deyin. Çox sağ ol, Mahir. Əziz Qəşər cəmaatı, xoş gördük hər birinizi. Mən bir yaxda şəhidlərimizi yad edəndə qeyd edirəm və indi deməliyəm ki, biz ilk öncə bütün şəhidlərimizə minnətdar olmalıyıq. Allah hamısına rəhmət eləsin şəhidlərimizin, qazilərimizi qorusun, ordumuzu qorusun və deyildiyi kimi cənab prezidentimizə Allah can sağlığı versin. Təbii ki, bu 30 ildən sonra biz bir arada olmamızın da əsas səbəbkarı, yəni bunu hər kəs təsdiq elər, Müşfiqdir. Allah atasına rəhmət eləsin. İbadın yolunu davam edir. Ruh şad olsun İbadın. Müşfiqin sayəsində biz keçən ildən demək olar ki, oktyabr şəhidlərinə ehsanı vermişik ki, eyni ilə palatkamızı tikib. Ondan sonra qəbirstanlığımızın. Bu deyilən sözlər çoxdur, vaxtınızı almayacağım. O Müşfiqlə də bərabər, sağ olsun Müşfiq də bizi özünə bir ağsaqqal dayı bilib, hər zaman da bir yerdə olmuşuq. Mən adlarını hamısını çəkməyəcəm. Qəşərin demək olar ki, hər ayda 2 dəfə oradan, buradan yığışıb gələn 50, 60, 70 deyərdim 100-ə qədər oğlanlar olub. Mən xahiş edirəm, onların da hamısı dursun, gəlsin bura. Deyiləsi sözləri varsa desinlər və istəyərlərsə də rəqs etsinlər. Mən hər birinizə minnətdaram, sağ olun, var olun. Müşfiqi də Allah eldən ovadan əski eləməsin. Biz də hər zaman Müşfiqin yanındayıq. Müşfiq də gəlsin bura. Qəşər cəmaatı, xoş gəlmisiniz. Bu doğma torpağımıza.
Arzu edirəm ki, gələcəkdə bu torpaqda yaşayasınız. Hamımız bir yerdə. Bütün şəhidlərə Allah rəhmət eləsin. Şəhidlər olmasa bugünkü gündə biz bura yığışmazdıq. Onlar ömrü boyu unudulmamalıdır. Qazilərə də can sağlığı, bütün hərbiçilərə, o cümlədən hərbiçi olan yoldaşların hamısına arzu edirəm can sağlığı olsun. Arzum odur ki, həmişə xoşbəxt yaşayaq, bir-birimizlə necə deyərlər, bir-birimizi görəndə ürəklə can deyib can eşidək. Çox sağ olun, minnətdaram. Çox sağ olun, Bahar qardaş. Mən də dediyiniz kimi qoşulam sizin bu sözlərinizə, sağlıqlarınıza. İlk öncə şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı, uzun ömür can sağlığı. Bugün bura yığışmamızın da dəfələrlə deyilir, səbəbkarı, təşkilatçısı müşfiqdir, müşfiqin də canı sağ olsun, ömrü uzun olsun. Mən də deyirəm ki, bu qrupda nə qədər nə ki var, yığışsınlar, gəlsinlər bura. Burada heç olmasa həminki kimi də bir qol qaldırağın, oynayağın. Sağ olun. Durun gəlin bura, Adil, Səid, Alik. Həbib. Hər vaxtınız xeyir olsun. Mənim hörmətli Gəcər kəndim, Gəcər cəmaatım. Hər birinizi salamlayıram. Başda ağsaqqallarımız, ayaqda, yəni o kiçiklərimiz olmaqla hamınızı salamlayıram. Öncə Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında mən baş əyirəm. Bu elin obanın oğullarının qarşısında baş əyirəm. Allah sizləri var eləsin. Canınız sağ olsun. Burada o qədər gözəlliklər yaradırsınız ki, adam baxıb heyran qalır. Allah əlinizi, qolunuzu var eləsin. Bu sağda, solda duran oğlanlar. Allah sizləri var eləsin. Bütün elimizin, obamızın qadasını alın. Çox sağ olun, var olun. Söz demək istəyən varsa buyurun. Onda rəqs eləyək. Məhəmməd gəl. Rövşən. Ramiz gəl. At çəyməkdə, hamınız gəlin bura. Könlüm intizara değil, kalbim mahuzara değil. Cennet sağlarda değil, ay cennet sağlarda değil. Karabağ toplarımdadır, Azerbaycanımdadır. Karabağ toplarımdadır, Gəcərin torpağındadır.
aylar gün canlar can sana kurbanlar gün ben sana heyranlar gün Alemi vermişem bana canımı kurban fitneler Alemi vermişem bana canımı kurban fitneler Sen işimi temel, sen kıyımı temel Tutmandan dağlar getir yalkana gelsin Çok sağ olun, güzel elimiz, obamız. Yani doğrudan da 33 yıl bu həzrəti gözləmək və Allah Teala onu bizə bəxş elədi. Gəldik, yığıldıq bir yerə. Yəni kimin ürəyi nə qədər istəyir, oxusun. Kimin ürəyi nə qədər istəyir, danışsın. Bu 33 ildə yığılan o hissləri, yəni mikrofon vasitəsilə elimizdə, obamızda öz məhəbbətini eşidirə bilər. Bilirəm, hamınızın ürəyi doludur. İcazə versəydiniz, kəndimizin icra nümayəndəsi Ağa müəllimi dəvət eləyərdim. O da sözün bizim bu gözəl xalqımıza deyərdi. Ondan sonra yenə məclisimiz öz axarı ilə davam edərdi. Buyurun Ağa müəllim. Allah Teala sizi də var eləsin. Siz həmişə elimizin, obamızın xeyrində, şərində həmişə başda olan bir həm ağsaqqalsan, həm müəllimsən, həm gözəl bir vətəndaşsan. Buyur qadanım. Sağ olun müəllim. Ay elim obam, bayaq dedim, şəhidlərin xatirəsini yad eləyəndə. Sizi hamımızı burada xoş görmüşük. Hamımız xoş gəlmişik. Allah Teala'dan arz eləyək ki, tezliklə hamı ölümsüz, itimsiz, vaxtsız və dəhsiz ölüm olmasın. Gələk bu elimizdə, obamızda yaşayaq. Mən birinci növbədə bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Allah Teala onların qəbrini nurla doldursun. Biz hamımız onlara borçluyuq. Ömür boyu da borçlu olacaq. Çünki bugünkü burada durmamızın səbəbkarı onlardır. Onların valideynlərinin qarşısında baş əyirik. Ataların, anaların, bacıların qarşısında baş əyirik. Allah Teala bir daha onlara rəhmət diləyirik. Bu məclisimizi, bu yığıncağımızı təşkil edən müşfiq qardaşımıza, Əfqana, o cümlədən Mahir müəllimə öz təşəkkürümüzü bildiririk ki, belə bir təşəbbüs irəli sürür və uğurla başa çatır. Bu ardıcıl olsun, axırıncı olmasın.
Bir daha təbrik edirəm hamınızı. Hamınızın qafanızda ancaq şənliyə gələk. Sağ ol, sağ ol. Çok sağ ol Habib kardeşimiz. Yaşar müəllim hem elimizden obamızın güzel musikisi olub, o yadımdan çıxdı demədim. Yani bütün toylarımızda yani bizim Qacarın ulduzu kimi iştirak edib. Ondan sonra kendimizin baş agronomu olub. Ondan sonra Könüllülər batalyonu yarananda onun komandiri olub, özü güzel komandiri olub. Yani Yaşar müəllim fəxr ediləsi bir aksaqqalımızdır. Bir aksaqqalımızdır, müəllimimizdir. Buyurun Yaşar müəllim, siz de üzrə sözləriniz deyin. Salam mənim əzizlərim, elimiz, obamız. Xoş gördük sizi. Birincisi buraya yığışmamızın əsas səbəbkarları Allah rəhmət eləsin şəhidlərimizə ki bizi bu xoş günə çıxartdılar. Qazilərimizə can sağlığı, Allah sizlərə də can sağlığı versin.
ne diyebilirim? Bizim bu güzel Tamadanın yanında. Çok xoşbəxt hiss edirəm mən özümü ki, bu günü görə bildim. Gəldim, çıxdım. Sizin də hamınızı təbrik edirəm. Hamınızın gözü aydın olsun. Bir də belə bu keçmiş günlərə qayıtmayaq və kəndimizi də tiksinlər, versinlər özümüzə, biraz da yaşayaq. Sağ olun. Buyur abi. Meyveli bağlarım var, ne güzel sağlarım var. Vətən sən uzaqdan, mərd olun qızım var. Mərd oğullar qızım var, Azərbaycanın bağlarım qızım var. Azərbaycanın mərd oğullar qızım var. Azərbaycanın bağlarım qızım var. Azərbaycan. Gülüm gülüm gülüm, gülüm gülüm gülüm, gülüm gülüm gülüm.